Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsində piyada vurma ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, VAZ-2106 markalı taksi sürücüsü piyadanı vurub və hadisə yerindən qaçıb. Şahidlərin sözlərinə görə isə piyada vəfat edib. Onun kimliyi hələlik məlum deyil. Hadisə şahidlərinin verdiyi ilkin məlumata görə vəfat edən şəxs Türkan Aqropark bağlarına mühafizəçi işləyirmiş. Onun yolu keçərkən içkili olduğu söylənilir. Piyada yerə uzanıb və avtomobil onu görməyərək üstündən keçib. Tibbi ərazi bölmələrini idarə etmə birliyi piyadanın ölüm faktını təsdiqləyib. Respublika təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə iyunun 11-i saat 22:30-da Xəzər rayonu Hövsan yolu ərazisindən yol nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub. Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb edilib. Hadisə yerində bir nəfərin həkimə qədər ölüm faktı qeydə alınıb deyə onlar da belə məlumat veriblər.